Özünüzü təqdim eləyin, zəhmət olmasa. İbrahim Qıvdan Qasımoğlu. Qıvdan müəllim, nə yaş gəlibsiniz doktor Seyfəddin klinikasına? 13 ildir tanışam. Çox getdim, müalicə ola bilmədim. Məni tanıtdılar. Gəldim ola gündən də bilmiş ki, Nə şikayətlərin var idi gəlində? çalam yerilmirdi, çöp olurdu, belim ağrı olurdu. Gedirdim başqa yerə müalicə ola bilmirdim. Dəmən yazdılar, gördüm ki, yəni gəldim, Allah canı sağ eləsin. Hətta tək özüm yox, bütün qohumlarımı da gətirmişəm, sevədim doktorun səbəbinə mənə də atam hanıma rəhmət oxuyurlar, balama can sağlar deyirlər. Ona görə sevinirəm. Başqa nə Elə bir şikayətlərin var? sinəmdə zəhər dövmüşlər, atışma yandırırdı. Ən O çox getdi. yeriyəndə olurdu da, hərəkətlərində, Bəli. küləklərində. Təngi nəfəs olurdum. Yeriyəndə. Biraz yeriyirdim, nəfəsim kəsirdi, töşüyürdüm. İndi gəlmişəm maşallah, deyirəm mən cavan oğlanım. Nə müalicəsi alırsan? Arı, zəli, məlhəmlər, arı məmulatları, məhsulları. Təbii müalicələr. Hə, sağ ol. Təbii müalicələr alıram. Gül kimində yeriyə bilmirdim. Elə bil ki, maşını ki yüklüysə yedə bilmir. Onun için yeriyirdim, qışlarım getmirdi. İndi olmuşam 70 yaşında cavan oğlan. Ay maşallah. Ümumiyyətlə biz də sizdən çox razıyıq. Siz bir insan kimi də, bir pasiyent kimi də olduqca mehriban, kollektiv sizi çox istəyir. Arzu edirəm ki, bütün xəstələrimiz siz kimi öz sağlamlığına qovuşsunlar. Mən də kollektiv çox istəməliyəm ki, indi siz başda olmaqla mən belə xidmət edir. Çox razıyam. Ona görə elə bura qaça-qaça, sevinə-sevinə gəlirəm. Var olasın, var olasın. Çox təşəkkür edirəm. Sağ olun. Sağ olun.